Bu dəfə sizə göstərəcəyim sirtmə pinç vərfdir. 204M markalı İMEK Production. Yəni texniki spesifikasiyalar və material seçimlərini bizim şirkətə aiddir. Pinç vərf 204 modeli 50 mm diametrdən 600 mm diametrə qədər istehsal oluna bilir. Hal-hazırda bizim qarşımızda olan 100 mm diametrində olan pinç vərfdir. Korpus material karbon poladdan istehsal olunub hal-hazırda qarşımızda olan modelində. Amma istəyə və istifadəyə əsasən 304, 316 paslanmayan poladdan da istehsal edə bilirik. Pinç vərf sirtmələrin əsas işləmə hissəsi sliv materialıdır, hissəsidir, rezin deyək. Sliv hissəsi tətbiq sahəsinə görə seçilir. Hansı ki, materiallarının seçimi MBR, YPDM, Viton, NR önümüzdə olan pinç vərfin sliv materialı NR'dir, natural rubber'dır və üstləri Linatex materialla örtülənmişdir. Yəni qırmızı rəngdə gördüyünüz bu hissə Linatex materialdan örtüklənib. Korpuslarımız həm açıq tipdə olur, həm bağlı tipdə olur. Korpusun ümumi iki hissədən ibarətdir. Alt hissəsi və yuxarı hissəsi və manual bağlanma yeridir, hansı ki əllə bağlanır. Bu hissəni də biz istəyə əsasən həm pnevmatik aktuatorlu, həm reduktorlu birləşmə ilə də edə bilərik və elektrik aktuatorlu da istehsal edə bilirik. Əlbəttə ki, istifadə yerinə uyğun olaraq seçim olunur. Sifarişə əsasən də ki, istehsal edə bilirik. Məhsulun istifadə sahəsi yüksək abrazivli və aşındırıcı yerlər üçün nəzərdə tutulub. Pinç vərf 204M modelini biz burada yağlama məməcəyini əlavə etmişik. Hansı ki, rodun yağlanması üçün və yağ olduqda, yağ içəri girdikdə bu hissədə qalaraq yağlanmanı daim edir və toz, hər hansısa bir palçıq və ya yağ cismin içəri roda daxil olaraq yiv hissəsinin zədələnməsinin qarşısını alır. Pinç vərf 204M modelinin istifadə yerləri mədən sənayesi, neft-qaz sənayesi, atıq su yerləri, qida sənayesində də istifadə etmək olar, materialını dəyişərək, yəni slivi dəyişərək. Neft-qaz sənayesi, adi sularda da istifadə etmək olar. Təzyiq aralıqları isə PN6, PN16-ya qədər istehsal etmək mümkündür.